İlaxır çərşənbələrin ilki su çərşənbəsidir. Ümumiyyətlə, xalq arasında belə bir düşüncə var ki, Cəmrə adlanan istilik hər ilaxır çərşənbədə bir ünsürə təsir edərək onun oyanmasını şərtləndirir və su çərşənbəsində də Cəmrə suya birbaşa təsir edərək onu oyadır və su çərşənbəsindən etibarən artıq Novruz işləri görünməyə başlayır. Ay qızlar, gəlin, bugün su çərşənbəsidir. Deyirlər ki, su çərşənbəsində su daha saf, daha müqəddəs olur. Gəlin, bulaq başına gedək, həm niyyət tutaq, həm də təmiz su gətirək. Hə, ay qızlar, gözüm bizim qızlar da çağırın, bir yerdə gedək. Qızlar, gəlin, gedirik bulaq başına. Gedək, gəl. Nuray, gedirik bulaq başına, səhərgimizi də götürək, oradan elə su gətirək. Gedək. Deyirlər ki, su çərşənbəsində suya yuxunu danışanda yuxu çin olur. Gəlin, siz də danışın. Gəlin. Gəlin, ay qızlar, siz də suyunuzu doldurun, gedək. Ay qızlar, bu adlı kimdir belə gəlib durub burada? Bu nə adət? Su çərşənbəsinin özünə məxsus bir adəti var. Deməli, oğlan sevdiyi qıza sevgisini göstərmək üçün at belində gəlir, ona bir alma verir. Bunun da mənası odur ki, onların deməli gələni nişanı olacaq. Allah xoşbəxt eləsin, Nuray. Allah bəxtəvər eləsin. Amin. Qızlar, gəlin gedək. Belə bu xoş gündə bugün də qeyd eləyək. Gedək. Deyirəm elə sənglərimizi də götürək, gedək bizim evə. Bayrama görə hamı indi bizdədir. Gəlin gedək. Xoş gününüzə gələk. Verin görək suyumuzdan su səpək, həyat bacamıza bol ruzi, bərəkət gətirsin, aydınlıq gətirsin. Su çərşənbəsində xalq arasında keçirilən ayinlərin içərisində su falına baxmaq öncül mövqedədir. Vəsfi halların keçirilməsində də su amili öncüldür. Yəni ilkin suyun, təzə suyun, yəni su çərşənbəsində artıq həmin su təzə su adlanır. Təzə suyun evə gətirilərək həyat bacaya, paltar-palaza səpilməsi, hətta insanın özünü içməsi çox sevilən adətlərdəndir. Təzə su insana şəfa bəxş etməyi haqqında da düşüncələr vardır. Ay qızım, o bulaqdan gətirdin. Təmiz sudan gətirmən də əl-üzümü yuyum, dəstəmazımı alayım. Allahdan namaz üstündə sizə dua eləyim, bol-bol ruzulu olsun. İllərimiz nesə belə çərşənbələrə çıxaq. Gətir sudan. Gəldim əmi, gəldim. Sağ ol qızım, bu su kimin ömrün olsun. Sağ ol qızım. Bəs bizim belə bir adətimiz də var ki, bulaqdan gətirilən təmiz su ilə evdəkilər dəstəmaz alıb, sonra isə namazlarını qılırlar. Allah qıldığınız namazı qəbul eləsin. Sağ ol balam, namaz üstündə mən də sizə dua eləyəcəm, bol ruzu arzulayacam Allahımızdan. Gözəl çərşənbələrə çıxaq inşallah. İnşallah. Ay qız anası, oğlan evi gəlibdir, gəl onlara bir göz aydınlıq ver. Ay xoş gəlibsiz, səfa gəlibsiz. Ay qudalar, siz bizə xoş gəlibsiz.
gəl bir yallı tutaq. Gəl Ay quda, yenə. yaxşı. Görək hansı quda möhkəm oynayacaq. Ay quda, xoş gəlibsiz, səfa gəlibsiz. Buyurun. Bu ev eşiyimiz qurbandır sizə. Eviniz, eşiyiniz avam da olsun. Sağ ol. Xoş gəlibsiz. Elə olsun ki, gələsin Allah qoysa, belə qızının toyunu edib, aparaq evimizə, qucağında bir körpəklə bax, bu cür bayram şənliyinəcəksin. Qızlar, elə babadan əvvəllər bayramda, ay burada həmişə qonum, qonşu bayramda bir-birinə qonaq gedərdi. Oturardılar, bax, belə gözəl süfrə atılardı, yeyərdilər, içərdilər, şənlənərdilər, deyib gülərdilər. Hələ bilirsən, gəlinlərə belə tabaqlar da gələrdilər. Deydilər ki, su çərşənbə başlanmışdır. Onun başlanıcı ilə hər şey yaxşı olsa, həmən ilimiz çox gözəl keçəcək. Qızlar, su çiləndi həyata, bərəkət gəldi evə. Su kimin ömrünüz olsun, bahar gəlsin, sevə-sevə. Deyirlər ki, bayram günü küsənlər barışar. Ay qızlar, deyirlər ki, su təmizliyin rəmzidir. Bu gün su çərşəbəsində kim əl üzünü yuyarsa o suyla dərdi qəmi axıb gedərmiş. Qızlar, səhər tezdən su üstündən keçərlər ki, il boyu uğur gətirsin. İnancları dedi, sağ olun, hamımızda çox gözəl inanclar bilirmişsiniz. Demək bizim inanımız hələ itməyibdir. Bayramlara olan inanclarımız hələ də ata-babalardan qalma adət-ənənələrimiz bizim cavanlara da gəlib çıxar. Novruz süfrəsi adi süfrələrdən deyil. Bu süfrə bolluğun, bərəkətin, birliyin rəmzidir. Bu gün də biz bu süfrə arxasında əyləşərək ilk çərşənbəmizi qeyd edirik. Biz ilk çərşənbəmiz olan su çərşənbəsini qeyd etdik. Növbəti çərşənbələrdə görüşmək ümidi ilə. Su çərşənbəniz mübarək. Tərlan İbrahimova, Pərvin Səfərzadə, Rafət Kərimov, İlqar Məmmədov, MTV Xəbər. Çal,